Allah sən qurban olma. Nə ekspertimiz ekspert deyil, nə psixologumuz psixolog deyil. Quran andası televizora, ümumiyyətlə mən televizora, mən 5 ildir ki, yəni 4 ildir ki, mən ümumiyyətlə televizora baxmıram. Nə televizora, nə televizordakı verilişlərə də. Amma TikTokda yenə gəlir çıxır mənim qabağıma. Arvada oturur orada ekspertin. Güya ki, Azərbaycan cavanlarını şey edir də, pis bəyənmir, demə. Azərbaycanda cavanlar kitab oxumurlar. Amma xaricdə görürsünüz, metroda oturanda hamının əlində bir kitab var, kitab oxur. Amma bizdə telefona baxır. Az bizim hansı götümüzə yaraşır kitab oxumaq. Az küçədəki itə də borcumuz var. Bilmirik, əlinin papağını vəlinin başına qoyaq. Vəlinin əlinin başına qoyaq. Küçədəki az qala itlər də hamam. Cumhur üstümüzə ki, gətirib borcu verir. Bilmirik, ölü götündən pambıq oxuyur satırıq ki. Borcumuzu nətər verək, nətər çıxaq bu şeyin altından. Bilmirik, özümüzü hara soxaq, kiminkini dağaraq ki, bu pulları ödəyək, borcumuzu deyil, kitab oxumurlar. Az bizim azı götümüzə yaraşır kitab oxumaq, ay bacı. Mənim minlərlə borcum tökülüb qalıb, mən o alım əlimə bu kitabı nə oxuyum boş-boşda. Bu kitabı oxuyanda gətirib pul verməyəcəklər ha. Əlbəttə ki, telefona baxacam, görüm kredi agro, nə bilim, 60 manat, hansı kredi saytına girirəm, bu krediti alım, obursu kreditimi bağlayayım. Bu kreditimi alım, obursu kreditimi bağlayayım. Allah'ın olsun ya. Görəni çıxarda bilmirik, deyir, bizim gənclərimiz deyir, niyə kitab oxumur? Elə bizə yaraşır kitab oxumaq. Ev telefonu dayanmır, bankların zəngindən. Qohumlarımız bizi yığıb söyürlər ki, bizə də zəng eləyirlər, gətirib borcunu ver. Mənim bu boyda borcumun, xərcimin altında mənim harama yaraşır, oturum kitab oxuyum, roman oxuyum, Leyli Məcnun oxuyum, nə bilim nə oxuyum. Harama yaraşır, deməm.